Ay, xanım Zəhranı aşiqləri, bilmirsizsə bilin, bir tarix əsasən bu gün elə bu gecə İmam Sadiq deyir, anam Zəhra şam namazından sonra xiftən namazının arasında, bu iki namazın arasında dünyasını dəyişdi. Yəni mənası nədir? Mənası budur, ya xanım Fatimə artıq dünyasını dəyişib indi, ya da can üstündədir. Əgər can üstündədir, gəlin gedək hara? Həmən evə. Ədəblə daxil olaq evə, qapını döyək, yanıq qapını döyək. Görürsən, qapını kim açır özümüzə? Həzrət İmam Həsən açır, ya Zeynəb açır, ya İmam Hüseyin açır. Salam verək əhl-i beytə. Əssəlamu aleyk, ya əhl-i beytin nübüvvə. Ey ev əhli, ey əhl-i beyt, salam olsun sizə. Deyirlər, ömrünün son anlarında Əsma deyir, gördüm, biraz yaxşılaşdı. Ondan sonra balalarını qucaqladı. Qucaqladı balalarını. Gördüm, Hüseyninin saçını darıyır, öpür, bağrına sıxır, sevindim. Dedim, xanım, deyəsən yaxşılaşırsan, şükür Allaha. Dedi, mənə asla dedi, Əsma, yox, axır günümdür, istəyirəm balalarımı nəvaziş eləyim. Axır günümdür. Adam belə bugün son günüdür, balaları necə sağollaşar. Olub ərdən mən görmüşəm, deyir, daha dünyasını dəyişir, gətirin balaları ilə sağollaşsın. Özü cavan ola, cavan. Belə günlər görmüşsün yəqin ki, belə anlar. Adamı yandıran səhnələrdir, valla. Deyir, qucaqladı balalarını, öpdü, bağrına sıxdı, ondan sonra balaları getdi. Deyir, uzandı yatağında, gördü Əli həyətdədir, çağırdı, deyir, Əliyini, xanım Zəhra. Bir tarix belədir. Deyir, Əli əleyhissalam gəldi, dayandı. Dedi, Əlican, bir iki kəlmə səndən danışmaq istəyirəm. Dedi, buyur Zəhra. İndi sevinir, Zəhra danışır. Dedi, eşidirəm, xanım. Dedi, yatdım bu anlarda bir yuxu görmüşəm. Dedi, nə yuxu gördün? Dedi, atamı gördüm yuxuda. Dedi, nə gözəl, atamı gördün, hə? Bunu deyəndə dedi, amma Əlican, atam dedi, bu gecə qonağımsan. Deyir, Əlinin boğazı qurudu. Dedi, Zəhra, getməkdən danışırsan. Getməkdən niyə danışırsan? Dedi, Əli, axır saatım, axır anlarımdır. Sənə bir neçə söz deyim mən. Dedi, buyur. Səndən xahişim budur. Xəssilni billeyl. Məni gecə qüsül verərsən. Kəffini billeyl. Məni gecə kəfənlə. Məni gecə dəfn elə. Əli, məni dəfn eləyəndən sonra qəbrimin üstündə dayan, mənə ağla, dua elə, Quran oxu. Əlican, balalarımdan müğayət ol. Hamısını deyəndən sonra xüsusi bir dənə dedi, Hüseynimdən müğayət olarsan. Hüseynimdən müğayət ol. Əli ayrılır bu gecə xanım Zəhradan. Çox çətindir Əliyə, valla, çox çətindir. Amma elə ki ayrıldı, ayrılandan sonra eşitdi Mədinə əhli ki, xanım Zəhra dünyasını dəyişib. Gəldilər qapıya, amma əleyhissalam onları yola saldı, dedi, gedin. Hamı gedəndən sonra gecə aparır qüsül verməyə xanım Fatiməni. Balalarla gedir. Bir neçə nəfər də oradadır. Əbu Zərdir, Salmandır. Əbu Zər, Salman, xoş olsun sizin halınıza. Siz bilirsiniz qəbri hardadır yəni. Deyir, gətirdilər. Əli əleyhissalam Əsmaya dedi ki, Əsma, heç kəs ağlamasın. Balalarım, heç birimiz ağlamayın səslə, ha. Ağlayırsınız, asla ağlayın. Çünki Mədinə eşitməməlidir. Bu gün gizlin dəfn eləməliyik. Çox acılı bir səhnədir. Əsma deyir, su tökür. Əli əleyhissalam qüsülü verir. Allah heç bir balaya göstərmə. Həsənlə Hüseyin su daşıyır ana üçün. Ağa qüsül verir. Qüsülü verir, uşaqlar ağlamaq istəyir, amma sıxıb özünü. Uşaqlar sıxır. Hüseyin ağlaya bilmir, indi sən ağlayırsan evində, amma Hüseyin ağlaya bilmir. Zeynəb ağlaya bilmir. Deyir,
Əsma deyir, bir də gördüm Əli qüsül verən halda çəkildi, başını qoydu divara, hönkür-hönkür ağlamağa başladı. Əli, axı sən demişdin ağlama, özün niyə ağlayırsan? Əbi fəqdi Zəhra təbki, Zəhradan ayrılırsa ona görə ağlayırsan. Dedi, yox, başqa səbəb var. Dedi, nədir? Dedi, Əsma, əlimdəydi o sınmış qabırğa. Sınmış qabırğa. Canımız vurur. Xanım, qırılan qabırğa. Günahkar, canımız qurur. Deydi. Deyir. Ondan sonra dedi, balalarım, ya Həsən, ya Hüseyin, ya Zeynəb, ya Amma Gülsüm, gəlin anamızla vidalaşın. Uşaqlar axırıncı dəfə gəldilər, qucaqladılar. Bir uşaqlar ayrılmaq istəmir. Uşaqlar ayrılmaq istəmir anadan. Bir səs gəldi səmadan, Əli, ayır Həsən Hüseyni, ayır Zeynəb Ümmü Gülsümü. Esselamu aleyki, ya Fatimətə Zəhra. Esselamu aleyki, ya Fatimətə Zəhra. Əla lə'nətullah ələl qavmiz zalimin.